Salam dəyərli dostlar, dəyərli futbol sevərlər. Uzun aradan sonra yenidən qarşınızdayıq və möhtəşəm transfer ayrılıq xəbərləri, həmçinin sürpriz xəbərləri sizin nəzərinizə çatdırmışıq. Çempionat da sona çatır, eyni zamanda kubokda da həlledici oyun gözlənilir. Bütün bu və ya digər maraqlı xəbərlərə həm Azərbaycan, həm dünya futbolunda baş verən ən maraqlı hadisələri və transfer xəbərlərini sizin nəzərinizə çatdıracağıq. Məncə sona qədər izləməyə dəyər. Videonu izləyərkən fikirlərinizi şərhlər bölümündə yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutun və kanalımızı dostlarınıza önərməyi unutmayın. Və onu da sizin nəzərinizə çatdırım ki, hər gün saytlarda gəzməyə ehtiyacı yoxdur. Artıq YouTube-a girirsiniz, İqman və yaxud Sportop yazırsınız və son paylaşdığımız videonu izləməklə gün ərzində baş vermiş ən maraqlı futbol hadisələri və transfer xəbərlərini almış olacaqsınız. Qarşıda isə möhtəşəm layihələrimiz olacaq. Mən isə vaxt itirmədən məlumatlara keçid alım. Dəyərli izləyicilər, bildiyiniz kimi Mirəli balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas etmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, harayımızı eşidib dəstək olacaqsınız, baxıb keçməyəcəksiniz. Narahatçılığa görə üzr istəyirəm, paylaşmaq məcburiyyətindəyim. Bu çarəsizliyin bir valideyn üçün nə demək olduğunu yəqin ki, yaxşı başa düşərsiniz. Ümid edirəm ki, dəstəyinizi əksik etməksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd elədim, olduqca maraqlı transfer ayrılıq xəbərləri var. Qarabağ komandası bu mövsüm sabahla belə deyək, ayaqlaşa bilmir. Səbəb bəlkə də Çempionlar Liqasının yorğunluğudur, amma artıq Çempionlar Liqasından həftələrdir belə deyək, uzaqlaşsa da Qarabağ komandası toparlanıb özünə gələ bilmədi və son oyunda Sabah komandasına məğlub olduğuna görə də Qarabağ rəhbərliyi Qurban Qurbanov çox ciddi tədbirlər görməyə hazırlaşır. Qeyd etdiyim kimi bir həftə öncə komandanın rəhbərliyi və Qurban Qurbanov arasında görüş keçirilmişdi və transfer büdcəsinin artırılması nəzərdə tutulmuşdu. Dəyərli dostlar, ona görə elə Qarabağ komandasından başlamaq istəyirəm. Təəssüf ki, Qarabağ komandasından çox saylı ayrılıqlar gözlənilir. Bunlardan biri, məsələn, qapıcı Koxalskidir ki, komandanın əsas futbolçularından birincisi hesab olunur. Bəli, biri demirəm, birincisi hesab olunur. Çünki son nəticə məhz qapıda bilinir və Koxalski kimi bir qapıcını itirmək Qarabağ üçün çox ciddi nəticələrə səbəb ola bilər. Təbii ki, bu Qarabağ komandasının çempion ola bilməməsi də bir çox futbolçularda ruh düşkünlüyü yaranır və Qarabağdan ayrılmaq istəyir. Bunlardan biri də Matios Koxalskidir. Dəyərli dostlar, Koxalski öz vətənindən Lech komandasından təklif alıb və ona görə də Çempionlar Liqasında çıxış edə biləcəyi bir klubda çıxış etmək istəyir. Ona görə də Qarabağdan ayrılmaq niyyətindədir. Onun özü də əslində bunu təqzib etməyib, ona verilən sualda o bildirib ki, qalıb qalmayacağım 50-50-yədir. Gedə də bilərəm, qala da bilərəm, hələ özüm də bilmirəm nə olacaq. Amma bizim aldığımız məlumata görə çox ciddi təklifləri var Matios Koxalskinin və Qarabağın Çempionlar Liqasında iştirak etməməsi onun Qarabağda qalmaq şansını daha da azaldır. Ona görə də Matios Koxalski yayda Qarabağdan ayrılacaq, təqribən 90-95% belə şans, belə deyək, Koxalskinin ayrılacağı gözlənilir. Onunla yanaşı qapıcı Fabian Buntic də komandadan ayrılmaq niyyətindədir və onun əvəzinə Qarabağ komandası İmişlinin qapıcısı Andrey Sinenkonu transfer etmək niyyətindədir. Qapıcını belə deyək, ciddi cəhdlə toxunulma saxlamağı bacaran qapıcılardan biridir və mən deyərdim ki, özünü çox yaxşı tərtən göstərir və
ikinci qapıçı kimi Qarabağ komandası bu qapıçını transfer etmək istəyir və Şəhrüddin Məhəmmədəliyevlə də müqavilə uzadılacaq. Yayda bilirsiniz Şəhrüddin Məhəmmədəliyevlə müqavilə başa çatır, amma Qarabağ komandası onlar yollar ayırmayacaq və daha bir illik müqavilə bağlanacaq. Bununla yanaşı Qarabağ komandası qapıçı axtarışını davam edir. Əgər çox yaxşı bir qapıçı, yəni belə deyim də, Koxas kimi bir qapıçı olarsa, Qarabağ komandası onu transfer edəcək. Və onu da sizin nəzərinizə çatdırım ki, mənim üçün xüsusi maraq bir kəsb eləmişdi. Tahir Gözəlin bir müsahibəsi vardı. Orada demişdi ki, Qarabağ komandası gələn mövsüm konferans liqasına düşsə, orada da çempion olmağa çalışacaq. Niyə birdən-birə belə açıqlama verdiyini də artıq o vaxtı başa düşməsəm də, indi başa düşürəm. Sanki elə bil Qarabağ komandası bilərəkdən elə bil ki, konferans liqasına getməyə cəhd edir. Ola bilər ki, Avropa liqasına getsinlər, yəni ölkə ikincisi olaraq və yaxud kubokun qalibi olaraq, amma sonradan gəlib belə deyib, bir oyun udsalar, gəlib düşəcəklər konferans liqasına, yəqin ki, qrup mərhələsinə düşə biləcək Qarabağ komandası və burada konferans liqasına qalib olmaq uğrunda mübarizə aparacaqlar. Hər halda bu da bir versiyadır. Və qaydaq bu transfer məsələlərinə. Qarabağın heyətində çox saylı ayrılıqlar gözlənilir. Bunlardan biri Sami Emamidir. Bu artıq dəqiqdir, hər kəsə bəllidir. O futbolçu ilə icarə müqaviləsi başa çatır və yeni müqavilə bağlanılmayacaq. Çünki artıq belə deyək, Qarabağ əvəzedici heyətə göndərmişdi. Hətta Dinamo Zaqrebə bildirilib ki, istəsə burada məşq eləməyə bilər. Yəni Dinamo Zaqreb Qarabağın düşərgəsini tərk edə bilər. Belə bir təklif də verilib. Ona görə yəni artıq Sami Emaminin Qarabağın düşərgəsində olmayan futbolçu kimi saya bilərik, növbəti ayrılıq kimi saya bilərik. Bundan əlavə təəssüf doğurucu məqamlardan biri odur ki, müdafiəçi Kevin Medina da Qarabağdan ayrılmaq niyyətindədir. Ona çox saylı təkliflər var, amma aldığı təkliflərdən biri xüsusilə onun diqqətini çəkir. Mən onu sizin nəzərinizə çatdırmaq istəyirəm. Amerika MLS-sindən məhz Kolumbiyalı futbolçuya təklif var və Kevin Medina da okeanın o tayında ailəsinə daha yaxın olmaq istəyir və ABŞ-a ABŞ klubuna keçmək niyyətindədir. Qeyd edək ki, MLS-də mübarizə aparan komandanın rəsmiləri 2020-ci ildən Azərbaycanda çıxış edən müdafiəçi ilə əlaqə saxlayıblar və onlar Tank rəqəbli mərkəz oyunçusuna 2+1 şərti ilə 3 illik müqavilə təklif ediblər. Həmçinin Türkiyə, Səudiyyə Ərəbistan və Avropanın bir ölkəsindən ona dəvət gəlib. Medinanın köhnə atlarla müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Təbii ki, Qarabağ komandası istəsə bunu məcbur şəkildə belə deyək, 2027-ci ilin yayına qədər komandada saxlayar, amma bu komandamıza nə dərəcədə fayda verər, bu da sual doğuran məsələdir. Qeyd edim ki, bura Portuqaliyanın 2-ci liqasında çıxış edən Navaldan transfer olunmuşdu və onun 2027-ci ilə qədər müqaviləsi olsa da o Azərbaycan Premyer Liqasında artıq çıxış etmək istəmir və onu da sizin nəzərinizə çatdırım ki, Sabahla qarşılaşmada da Qarabağın 1-0 hesabı ilə məğlub olduğu həmin oyunda da vurulan qolda məhz Kevin Medina'nın günahı var idi və qeyd edim ki, onun fikri artıq başqa klublardır deyə burada performansı da aşağı düşür. Yəqin ki, o da yayda Qarabağdan ayrılacaq futbolçular sırasında olacaq. Dəyərli dostlar, indi bəs qeyd etdik Qarabağ komandasından bu futbolçular ayrılacaq. Bunları saymaq unutulmaz, çünki Qarabağdan ayrılacaq futbolçular da çox olacaq. Onsuz da çoxlu futbolçu ayrılmışdı. Və Qarabağ komandası ona yaxın transferlər reallaşacaq. Hal-hazırda aktiv danışıqlar kimlərlə gedir, onları sizin nəzərinizə çatdırmaq istəyirəm. Eksklüziv adlar var, dəyərli dostlar. Belə ki, Andrey Sinenkonu sizin nəzərinizə çatdırdıq. İmişli klubunun qapıçısı məhz Qarabağın diqqət mərkəzindədir. Transferi demək olar ki, reallaşmış futbolçulardan biri Jali Muaddibdir. Bu barədə bir neçə dəfə məlumat vermişik deyə çox danışmaq istəmirəm. Əvvəlki verilişlərimizi izləməyənlər təkrar izləyib məlumat ala bilərlər. Və Qarabağın digər danışıqları hələ də davam etdirdiyi futbolçu və real görünən transferlərdən biri Simicdir.
hansı ki sabahda icarə əsasında çıxış edir və Sivassporun futbolçusudur dəyərli dostlar. Qarabağ komandası bu futbolçunu, hücummilli yarım müdafiəçini transfer etmək istəyir. Bunlar öz yerində. Bunlar barəsində məlumat vermişdir. Və digər məlumat verdiyim məsələdə, məsələn, Mustafa Sanqarı ilə bağlı idi, hansı ki hündür boylu futbolçudur. Qarabağ komandası aldığımız məlumata görə ən azı mərkəz hücumçusu transfer etmək istəyir ki, bunlardan biri hündür boylu, digəri isə daha texnikalı futbolçu olmalıdır. Və Sanqara, məhz bu futbolçu Mustafa Sanqara 1,96 m boyu olan futbolçudur, 27 yaşı var. Mali əsillidir və Fransanın Paris şəhərində doğulub. Mərkəz hücumçusudur, sağ və sol cinahlarda da çıxış edə bilər. Hal-hazırda transfer dəyəri 1,5 milyon avrodur. Qeyd edim ki, Levski Sofia komandasına gələndən sonra onun dəyəri yüksəlməyə başlayıb. Mərkəz hücumçusu kimi 9 qol vurmağı bacarıb bu mövsüm. Amma maraqlıdır ki, Levski Sofiyanın sağ cinah hücumçusu daha çox qol vurub. Yəni belə deyim, mərkəz hücumçusundan daha çox qol vurmağı bacaran futbolçu olub. Və Mustafa Sanqarı Qarabağa gələ bilər dəyərli dostlar. Danışıqlar müsbət yöndə gedir hal-hazırda və bu hündür boylu futbolçunu tezliklə Qarabağda görə bilərik. Bu barədə də əslində məlumat vermişdim. Sadəcə danışıqların davam etdiyini sizin nəzərinizə çatdırmaq istədim. Amma sürpriz adlardan biri də dəyərli dostlar, bax bu futbolçudur. Leonardo José dos Santos Teixeira və yaxud Leo ləqəbi ilə tanınan bu futbolçu kifayət qədər yaxşı futbolçudur və gündən-günə də belə deyək, performansını artırır. Portuqaliya 2-ci liqası Fluminense komandasında çıxış edir. 1,77 m boyu var. Portuqaliyanın Panela şəhərində dünyaya göz açıb. Qeyd edim ki, onun transfer dəyəri hal-hazırda 700.000 avro olsa da, ötən il 750.000 avro idi. Bir qədər düşüş yaşayıb belə deyək bu il ərzində və 2026-cı ilin iyun ayının 30-da müqaviləsi başa çatır və Qarabağ komandası heç bir təzminat ödəmədən bu futbolçunu öz sıralarına qatacaq. Qeyd edim ki, sol cinah Wingerdir, yəni hal-hazırda Abdullah Zubirin mövqeyində çıxış edən bir futbolçudur. Nəzərə alsaq ki, Abdullah Zubir və Addayi yol üstündədir. Bu futbolçunun transferi Qarabağ üçün nə qədər vacibdir? Yəni özünüz bunu təxmin edə bilirsiniz yəqin ki. Digər və məncə Qarabağ komandasının bu transferi baş tutarsa, bu Qarabağın ən möhtəşəm transferi olacaq. Söhbət Danilo Pereira da Silva'dan gedir. Bax, bu ekranda gördüyünüz bu futbolçu haqqında da bir qədər sizləri məlumatlandırım. Sürpriz bir transfer ola bilər və icarə əsasında hal-hazırda Hollandiyanın əsas liqa təmsilçisi Nek Nijmegen klubunda çıxış eləyir. Hansı ki, Kubokun finalında oynadılar. Danilo 9 nömrəli formanı geyinir Nek Nijmegendə, amma o əslində Glasgow Rangers komandasına məxsus futbolçudur. 2028-ci ilin may ayının sonuna qədər məhz Rangers komandası ilə müqaviləsi var. Bu futbolçu haqqında xüsusi məlumat vermək istəyirəm, çünki bu futbolçunun transferi Qarabağ hücum xəttini tamamilə dəyişə bilər. Ümid edirəm ki, bu transferlər başlayacaq, çünki Qarabağ komandası çox ciddi rəqəmlər ayrılıb. 5 milyon da əlavə olundu. Səhv eləmirəmsə 15 milyona yaxın hardasa transferlər üçün ümumi pul ayrılıb və komandada köklü dəyişikliklər ediləcək. Dəyərli dostlar, beləliklə Qarabağ komandası Glasgow Rangersə təklif göndərib və bu futbolçunun hal-hazırda transfer dəyəri 2 milyon avrodur. Amma qeyd edim ki, 2024-cü ilin sonuna qədər bu futbolçunun transfer dəyəri olub 7 milyon. Amma Glasgow Rangersdə rəqabətdə çox güclü futbolçular olduğuna görə uduzluğuna biraz ehtiyatda qalıb və ona görə də dəyəri kəskin ucuzlaşıb 2 milyona qədər düşüb. Mən düşünürəm ki, Qarabağa gəlsə tezliklə yenə də dəyər yüksəldə biləcək. Bu Braziliyalı futbolçudur. São Paulo şəhərində doğulub. 1,74 m boyu var. Mərkəz hücumçusudur və alternativ hücumçu qismində də çıxış edə bilər. Sağ ayağı işləkdir və Nek Nijmegen klubunda deməli icarə əsasında çıxış edir. Qeyd edim ki, bu futbolçu
1 metr 74 sm boyu var. Boyu çox yüksək deyil. Bayaq bir söz qeyd etdim. Qarabağ komandası hündür boylu bir futbolçu və texnikası çox güclü olan bir futbolçu transfer etmək istəyir. Məhz həmin texnikası güclü olan futbolçu məhz budur. Qeyd edim ki, bu futbolçu Hollandiya liqasında 2 dəfə çempion olub. İsveç Liqa kubokunu qazanıb və 2 dəfə bombardir gol kralı olub, dəyərli dostlar. Onu da sizin nəzərinizə çatdırım. Yəni kifayət qədər uğurlu bir futbolçudur. Məncə Qarabağa çox fayda verə biləcək futbolçudur. Hal-hazırda belə deyək, Glasgow Rangersə lazım deyil, çünki çox hücumçular var, ona görə də icarəyə veriblər. Məncə yayda artıq müqaviləsi, icarə müqaviləsi başa çatır. Rangersə qayıdacaq və Qarabağ komandası bu futbolçunu transfer edəcək. İndi isə dəyərli dostlar, digər komandalarımız haqqında da danışacağım. Amma ondan öncə sizin nəzərinizə çatdırım ki, deməli, artıq Azərbaycan kubokunu bilirsiniz. Yarın final oyunları keçiriləcək, cavab görüşləri keçiriləcək. İlk oyunda Qarabağın meydanında 2-2 bərabərlik qeydə alınmışdı. Cavab görüşü Sabahın meydanında qeydə keçiriləcək və Zirə komandası da Turantovuzu 2-0 hesabı ilə məğlub eləmişdi. İndi cavab görüşünə çıxacaqlar. Artıq hakimlər bəllidir. Bu barədə istəyirəm məlumat verim. Burada üzr istəyirəm, dəyərli dostlar. Bu dəqiqə sizlərə təqdim edəcəm bunu. Bəli. Deməli, Zirəm Turan-Tovuz maçını Əli Əliyev idarə edəcək. 21 apreldə saat 19:00-da Zirə İdman kompleksində bu oyun keçiriləcək. Digər hakimlərin adlarını da ekranda görürsünüz. 22 aprel tarixində isə Sabah Qarabağ oyunu başlayacaq və Bank Respublika Arenada saat 20:00-da bu oyun start götürəcək və oyunu Rəvan Həmzəzadə idarə edəcək. Dəyərli dostlar, bu kubok oyunundan öncə bir Premyer Liqaya nəzər salmaq istəyirəm. Sonra digər transfer xəbərləri də var, onları da sizin nəzərinizə çatdıracaq. Premyer Liqada gördüyünüz kimi Sabah demək olar ki, çempionluğu təmin edib və bombardir Zoilens Mikelsdir. Son oyunda Qarabağ komandası sanki bir əməliyyat apardı və onsuz da çempionluğun əldən getdiyini başa düşərək elə bil ki, belə deyək, bir taktiki gediş elədi. Komanda o qədər də özünü yormadı. Digər tərəfdən rəqib komandanın əsas qol silahı Zoilens Mikels sıradan çıxarıldı. Bilmirəm, hər halda mən həmişə ədalətli danışmağa çalışıram. Qarabağ komandasının uğurları gələndə dəfələrlə, belə deyək, Qarabağın uğurlarından danışılır. Sadəcə bu mövzuya toxunmasam olmaz, dəyərli dostlar. Çünki Matios Silva'nın Zoilens Mikelsə zərbə indirdiyi epizodda mən bir qədər şübhəli qaldı mənim üçün. Çünki heç bir futbolçu bu şəkildə topa tullanmır, yəni belə. Matios Silva bu şəkildə topa tullanıb dirsək zərbəsi vurur və onu sıradan çıxardı və kubokda Zoilens Mikels iştirak etməyəcək. Məncə, burada bilərəkdən bir zərbə var idi. Yenə də bunu siz də dəyərləndirin, dəyərli dostlar. Hər halda Qarabağ komandası görünür ki, kubok oyununa köklənir və bu oyunda qələbə qazanıb kuboku götürmək niyyətindədir. Ümid edirəm ki, kim layiqdirsə o qazanar. Qarabağ layiqdirsə Qarabağ qazansın, Sabah layiqdirsə Sabah qazansın. Sizcə Azərbaycan kubokunun finalına kim yüksələcək və Azərbaycan kubokunu hansı komanda qazanacaq? Bu arada, dəyərli dostlar, ədalətsizlikdən danışmışkən bir də bir məqamı sizin nəzərinizə çatdırım. Çünki bu sualı çox verirlər mənə. Buradan bir cavablandırmaq istəyirəm. Neftçi komandasının qapısına vurulan qol. Zirə komandası qol vurmuşdu. Həmin qolu təkrar dəfələrlə izlədik və açıq aydın orada hakim yanlış qərar vermişdi. Çünki Zirənin bir futbolçusu qapıçının görməsini məhdudlaşdırırdı. Oyundan kənar vəziyyətdə belə deyək, oyundan kənar vəziyyətdə olsa da belə deyək də, o topa toxunmadığına görə əslində qol sayılmalıdır. Amma burada bir məqam var, qapıçının görməsini məhdudlaşdırırdı və buna görə qapıçı hətta ona görə gec reaksiya verdi, topu görmürdü çünki. Və ona görə o qol əslində nəzərə alınmamalı idi. Yəni futbol qanunlarına görə bu şəkildədir. Mən bilmirəm, indi ondan
Hakimlər Komitəsindən kimi açıqlama verdi. Hər halda o qol məncə sayılmamalı idi. Bu Neftçiyə bir haqsızlıq oldu. Burada da Neftçinin haqqını da yedilər deyə düşünürəm. Və mən hesab edirəm ki, Neftçi komandası əslində indiki vəziyyətində Zirədən çox yaxşıdır və Avrokuboklara Neftçi getsə daha yaxşıdır. Yoxsa Zirə bu oyunla hələ birinci turdan geri qayıdacaq. Bilmirəm, siz də öz fikirlərinizi yazın bu mövzuda. Dəyərli dostlar, gələk Sabah komandasından danışdıq bir qədər, ondan da bəzi məlumatları verim. Zoylen Mikelsi dedik, zədələdilər. Bu biraz ədalətli olmadı kimi düşünürəm. Amma hər halda qeyd edim ki, xəstəxanaya yerləşdirilib və onun üst sümüklərində sınıq qeydə alınıb Zoylen Mikelsin. Ona görə də hər halda uğurlar diliyirik və tezliklə sağalmasını arzu edirik. Sabah komandası da bu arada Puxac və Simiçlə yeni müqavilə imzalamaq istəyir. İcarə yox, birbaşa transfer müqaviləsi, amma qeyd edim ki, Simiç həm də Qarabağın hədəfində olduğuna görə hələ ki qərar verməyə tələsmir. Neftçidən söhbətlədiyi bir qədər, onu da sizin nəzərinizə çatdırım ki, Neftçi də Vernidubla baş məşqçi ilə yeni bir illik müqavilə bağlamaq niyyətindədir. Vernidubun işi onları qane edir. Hətta Neftçi Avrokuboklara vəsiqə qazanmasa belə Vernidubla müqavilə imzalanacaq. Bu arada Almaniyanın çempionu bəlli olub. Belə ki, Bavariya komandası 35-ci dəfə Almaniya çempionu olmağı bacarıb, artıq sona bir neçə tur qalmış çempionluğunu elan etmiş olub. İngiltərədə isə çempionluq uğrunda mübarizə bir qədər də qızışır. Çünki son oyunda Manchester City Arsenalı 2-1 hesabı ilə məğlub etdi və bir qədər də yaxınlaşdı Arsenala. Hal-hazırda Arsenalın 70 xalı var, Manchester City'nin 67 xalı var, 3 xal geri qalır, amma Manchester City'nin bir ehtiyatlı oyunu var. Yəni bir oyun az keçirib Arsenaldan. Həmin oyunda qələbə qazansa xallar bərabərləşir. Hətta ümumi göstəricilərə görə Manchester City birinci yerə çıxır. Yəni Arsenal deyəsən çempionluğu sonda əldən verəcək. Hollandiya kubokunun qalibi bəlli olub. Belə ki, Az Alkmaar komandası finalda Nek Neymengeni 5-1 hesabı ilə məğlub edib və bu qələbədən sonra deməli Rotterdam təmsilçisi ölkə kubokunu qazanıb. Və son olaraq bu xəbərdə sizin nəzərinizə çatdırım. Cristiano Ronaldo 969-cu rəsmi qolunu vurub, 969-cu. 1000 qola çatmağa cəmi 31 qol qalıb dəyərli dostlar və tezliklə yəqin ki Ronaldo o 1000 qol səddini keçmiş futbolçu olacaq və bu ilk olacaq. İlk dəfə bir futbolçu 1000 qol səddini keçmiş olacaq. Zaten 969 qol vuran futbolçu olmayıb rəsmi olaraq. İlk dəfə Ronaldo bu göstəriciləri hər dəfə qol vurduqca öz rekordunu özü yeniləyir. Belə, dəyərli dostlar, bu sizə çatdıracağım sonuncu xəbərdir. Düşünürəm ki, maraqlı xəbərlər sizin üçün də oldu. Mümkün qədər qısa sizin nəzərinizə çatdırmağa çalışdım. Hər halda kanala abunə olub, bildirişi açıq tutun, videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazmamışsa yazın. Növbəti videoda görüşmək ümidi ilə hələlik.